Salam, hər vaxtınız xeyir olsun. Gəlin belə bir suala baxaq. Suala deyilir ki, iki müxtəlif yayda yaranan elastik qüvvəsinin modulunun mütləq uzanmadan asılı qrafikləri verilmişdir. Eyni qədər elastiki sıxılan yayların potensial enerjiləri nisbəti nəyə bərabərdir? Baxın, bizdə deyir ki, eyni qədər elastiki sıxılan. Deməli, bunların uzanmaları bir-birinə bərabərdir. İndi biz baxaq qrafikə. Dedik ki, uzanmalar bir-birinə bərabərdir. Onda biz gəlin birinci üçün də, ikinci üçün də uzanmanı elə x götürək. X götürsək, görərik ki, ikinciyə uyğun qüvvə F-dir. X-ə uyğun qüvvə F-dir. Birincidə isə 3F-dir. Deməli, F1 bərabərdir 3F-ə, F2 də bərabərdir sadəcə F-ə. İndi bizdə potensial enerjilərin nisbətini soruşur. Potensial enerjini yazacağım düsturda uzanma mütləq şəkildə iştirak eləməlidir. Bir də qüvvədən asılılığını qururam deyə qüvvədə iştirak eləməlidir. Onda mənim potensial enerji üçün yazacağım düstur Fx bölünsün 2 olacaq. Görürük ki, burada potensial enerji qüvvədən düz asılıdır. Uzanma sabit olanda potensial enerji qüvvədən düz asılıdır. Onda potensial enerjilərin nisbəti, yəni qüvvə deyəndə burada elastik qüvvədən söhbət gedir. Potensial enerjilərin nisbəti elə qüvvələrin nisbətinə bərabər olacaq. O da bərabər olacaq 3F bölünsün F-ə, yəni 3-ə. Cavab olacaq D variantı.